Bu tikişləri qoymaq da olar, qoymamaq da olar və yəni elə bir problem olur. Son bir neçə xəstədə ki, bu tikişləri qoymadan vaginasiya anastomozumuzu qoymuşuq. İkinci mərhələ mədaltı vəzin güdülü. Mədaltı vəzin güdülü kəsildikdən sonra 2,5-3 santi mobilizasiya olunur və virüsün daxarından sağda solda 2 ədəd 8 vari tikişlər qoyulur. Bu tikişlər həm demostatik rol oynayır, çünki sonradan həm yerdən qanaxmalar olmaması üçün, yəni buna da rast gəlmişik, tikişlər birdən keyfiyyəsiz olur, nə olur, əməliyyatdan sonra bağırsaq daxili qanaxmalar olur və eyni zamanda sonra traksiya vaxtı, invaginasiya vaxtı həmin tikişlərdən traksiya etməklə həmin tikişlər bizə yardımcı olacaq. Demək, əsas nədir? 2 ədəd 2 iynəli paralel və da PDS saflardan istifadə edirik. Həmin iynələri düzəldirik. İynələri düzəldirik. İynə düz olsun, çünki pankreas toxunmasından keçən vaxtı bir qədər bu əyri iynə işə yaramır. Burada düz iynə lazım ki, geçsin. Və nazik bağırsağın da demək olar ki, güdülü, yəni ağzı, pankreas proyeksiyasına uyğun olaraq, xəyali uyğun olaraq iki yerə bölür, sağ və sol tərəf. Demək, ilk olaraq bu gördüyünüz kimi şəkildə bu lateral tikişlər sağda, biri sağda, biri solda durur, bu heç bağlanmır, açıq durur. Demək, arxadan, bağırsağın kənarında, yəni ağzından, güdülündə 0,5 cm aralanmaq şərti ilə serozadan silistəyə 2 ədəd, biri sağda, biri solda, 2 ədəd o şəkilli saplardan, 2 iynəli sap. Sağdan soldan, arxadan adlanır, yəni bunun arxası olduğu seroz geçir. İkisi də mukozadan çıxdı. Nazik bədaltı vəzni nazik bağırsağın mənfəzinə, lübeninə invaginasiya olaraq daxil edilir. Eyni zamanda həmin o kənarı qoyduğumuz tikişlər, onları da jardinlərlə tutup, kənardan onları geyindirmək üçün, rahat geyindirmək üçün bağırsağı bədaltı vəzinin üstünə həmin saplardadır tutqaç kimi bağırsağın divarından tutmamaq üçün. Çünki bağırsağın divarını tutup itəlirsə, görürsən jardinlər bilsir, tələylə durursa da görürsən cırılır bağırsağın divarını zədələnir. Həmin saplardan tutup yavaş-yavaş eləməklə bir nəfər bu saplardan hərəkət elətdirir. O digəri həmin o 2 dənə bu şəkildə ilə tartmaqla rahatça geyilir. Bu aşağıdakı sapda dediyim o dəliklər çıxardır. Ya sestra ya kimsə o sapı tutur, saxlayır bir vəziyyətdir ki, yanı qaçmıyor. Beləliklə bu anastomoz gücü oturdu. Oturandan sonra həmin o kənarlı tikişlər, kədər tikiş var idi. Əgər bağırsaq tam mədafə vəzinin üzərində kim oturursa, heç o kənarlı tikişlərə vurulmağa ehtiyac olunur. Yox, əgər bir qədər bağırsağın mənfəzi əgər böyüksə, pankreası nazikdirsə, lüft yarana bilər. Olmaması üçün o kənardan o traksiya üçün gətirdiyimiz tikişləri də mədafə vəzin kənarından fiks edib bağlamaq olar. Demək, bu anastomozda və bu yekun görünüşüdür. 2 ədəd tikişlərin ortadan bağlanır bu şəkildə. Demək, bu üstünlüyü və əsas məqam nədir? Arxadan da, pankreasın arxasında da bu şəkildə tikişlər bağırsaq elədir, onlara bir altdan paxtat rolunu oynayır. Yəni, o üstdən də düyünlər bağırsağın üzərində qoyulur. Pankreas toxunması çox yumuşaqdır, çox həssasdır və onun üzərində nə cür bağlasan da, düyünü qoysan da onlar kəsilir. Ancaq üzərində bu toxunma olduğu üçün pankreas toxunmasının kəsilməz, zədələnmə ehtimalı sıfıra gedir. Əvvəllər qaraciyər əməliyyatında qaraciyəri rezeksiya edən zaman tikişlər olanda tikişlərin altdan nəsə qoyurlar, momentum qoyurlar altdan, üstdən ki, saplar onun üstündə bağlansın, mədaltı etoidi, qaraciyəri toxumasını kəsməsin və yaxud ki, yaxın bu sirpavin bağı, həmin bağdan aypara bağı, ondan istifadə edib qoyurlar ki,
düğünler o sapır üzerinde olsun ki karaciğer tutulması kesilir. Burada da bağırsak divarı həmin funksiyanın yerine getirir. Pankreas tutulmasının kesilmesine şərait yaratır ve en başlıca sekresyonun eline gelmesi de həmin o bizim koyduğumuz dikişlerdir. Bu iki dikiş, transpankreatik edilen dikişler, eğer həmin yerden, o iğnenin yerinden sekresyon olursa da onun ekseriyeti ile bağırsağın menfezine atıp bağırsağın menfezine gidecek. Ve alttan da sonra iki dikişle hemen o perforatik delik dikilir. Bunun esas dayalı iki adet bu dikişli dayak dedikleri ve bir de nazik bağırsağın ucu anastomoz eder. Bütün invaginasyon anastomozların hamısında, edebiyatta olanların hamısında nazik bağırsağın pankreasın üzerine invaginasyon ederken bağırsağın ucu qaytarılır ki seyirlik işe ayrı amanlı görülmesin. Seyirlik işe çöldə qalmaq çizədir. Və mənaltı dəcəli belə yolun olarsa, qəsəs olarsa, onu batırmaq çox çətin olur. Çox çətin. Həyatda o başına gəlir. Zaten niteliği birden bağırsakçılığı çevrilir. Ondan sonra çok gergin bir vəziyyətdə içeri batırılır. Həmin hissədə baxırsan ki, əməliyyat vaxtı həmin hissələr göyərir. Çünki dəcil var, göyərir. Həmin vəziyyətdə qoyulan ayrı-ayrı pankreasa yeyilən dikişlər, pankreasın kapsulası ilə transparentdə çoxu da qaçır. Orada qaçır və ya sonra qaçır. Reyl əməliyyatlara gedəndə müxtəlif səbəblərə görə görürsən ki, o dikişlər hamısı aralanır, gəlir. Ancaq bu şəkilli dikişlərdə bunun anastomozun həmin yerdən qopmaq ehtimalı sıfıra bərabərdir. Qopup gəlib düşər qraflarla, o mümkün deyil. Və bağırsak siliklik işasıyla çok asan, rahat giyindirilir pankreasın üzeri. Biz geçmişte korkurduk, siliklik işarı kalmasın. İndi saat aparatlarla ister laparoscopik, ister açık əməliyyatlarda bağırsağı kesirler, mədəni kesirler, 3 gündür batırmırlar. Şübhə olarsa tek dikişlərlə onu bərk edirlər ki, hər etibara qarşı. Hiç bərk etməsə, dəlili kesib bu cür boğuşlar. Siliklik işarı çöldədir qalır. Ancaq əvvəllər bir cərahiyyə başlandı və sonradan da siliklik işarı hardalar batırılır. Bağırsağı, mədəni birini batırılır, bağırsağı batırılır. 2 il yəni, 3 və dikişlə batırılır. O batırılan dikişlər hamısı fəlakətə gətirilir, çıxarılır. Burada da yani siliklik işarı toxunur pankreasın üzərindən kənarlarla görülür. O sonra elə yapışır, elə bilir ki, Teknik olarak çok sayıda icra olunur. Az sayıda dikişler, pankreas parenkimasında zedelenme çok minimum, ancak o iki bu şekilde dikişler kalkar yukarı. Rahat, invaginasyon çok rahat yerine getirilir ve o yandan buradan dikişler. Demek 16 il ərzində 430'dan artıq epidemiya əməliyyatı keçirilir mərkəzimizdə. Əvvəllər ölüm faizidir 7%, 8%. Ümumi götürəndə son vaxtlar faiz 3,4'e gəlmişdir. Bu metodiklə 37 xəstədə əməliyyat olunmuşdur. Bir xəstədə düst olurdu. Az bir miqdarda maye geldi. Həmin mayeli operasyonu edilmiş oldu. Amma tez bir zamanda o öz həlli yolunu tapdı. Dirençləri saxladı. Yəni qaraboşluğu mütləq direnə olunur. Çünki həm bu anastomozlardan qorumaq, ehtiyat etmək üçün füstuların o maye istərinə vaxtında az çox nəsə çıxacaq o mayeni götürmək üçün direnaj qaraboşluğunda mütləq qorunur, mütləq saxlayır. Ve bir xəstədə qanaxmaya göre relaparotomi olmuşdur. Yani onun anasını qaybediyorsa, həmin relaparotomi vaxtında anasının yerində rahat olunur, gözümüzlə gördük və həmin olunur. Amma əvvəlki o metodlar verildiğimiz xəstələrdə yerində baxırsan ki, buradan biraz istədir, böyük olurlar problemləri. Silişə görə getməmiş ya, qanaxmaya görə getmiş
Eyni zamanda switch de var idi. Əvvəldən görüldü. Switch'e göre R'ye getmir. Konservatif yollardan uzun çeşitleri, kısa çeşitleri onlar özelliği olurlar ama kanatmayı görüldüğünde bir kəsli görüldü. Tamam kopur. Anastomoz kopur. Həmin vaxtı, həmin anastomozu kanatmaya göre getdiyimiz xəstədə kopmuş anastomozu həmin yerdə mən onu iki ədəd düzü bu şəkildə dikişlə prosta parakima viskoz bağladım. Sonra belə bir anastomoz olduğuna yanı belə gedəndə yolda çıxışları yox, dedim, bunu da bırakıp yapabilir. Virüsün qaxarı derinlədi, saldı bağırsağına, onu da bağladı. Sonra da gördük, gəl gedəndə virüsünü göstərmə yolu daxildir. Demək, modifikasiya olunmuş invalyasyon pankreas anastomoz texnikası, pankreas bölümünün yeyiminin dümenlə invalyasiyası təhlikedir. Trans pankreas yeyiminin bu şəkildə kişilər vasitəsilə stabil fiksasiya etməsilə əsaslanır. Əlavə mezenterik və mezenterik stabilizasyon üçün əlavə motor dikişləri ola da bilər, olmaya da bilər. Bu texnika invaginasiya tip pankreas yeyim anastomozları modifikasiyası kimi qiymətləndirilə bilər və rekonstruktiv etapda alternatif kimi işlənə bilər. Bir o hərəli davranılır. Bu əməliyyatın metodikosi video şəklində istəsəd baxarıq. Yani kesirik ve çalışırıq. Burada mukozları maksimum götürək ki, mukoza çok çıkmasın. Çıksa da büyük bir narahatçılığı yoktu ama biraz serozuna bir qat olsun da bir de görsək kəsən vaxtı çok qaldı. Çıksın. İki dəfə görün, arqatı var diye. Bu həmin dediği lateral dikişler vacibdir. Mezenterik kenardan boyda dikişdir. Dikiş vaxtı da çalışarak mukoza bölgeler düşmesi, yani düşürür, qatlayı biraz içeri aparsın, dikişleri doğru içeri aparsın. Bu kenardan boyduğumuz dikişler, hem de bu şekilde dikişleri var, vaxtı bağırsağı bile rahat üzerinde o dikişlerin boymasına da şərait yaradır. Bu mərd-altı vəzinin güdürünün hazırlanması, 2 ədəd 8 var dikişlərin boyulmasıdır. 2 nömrəli bir sapına tikirik bunu. Nazik saplar 3 nömrəli santimetr məsafədə utanmamızda olub, kənarı hərəkətlidir. Ortada bir son qaxarı görülür, diametri 4-5 metre var. Ben diyeyim ki, bu mukoz anastomozlar bir ara belki olabilmiştir. Hamal mukoz anastomoz koyuram, mukoz koyuram. Orada da o anastomozu formalaştıran vaxtada birden görürsen ki, onu görürsen kişi boyunu bağlayırsan, sərbəst bağlasan da görürsen ki, bu anastomoz da kəsdi çıxdı, sap çıxdı bu yüzden çətinliklər yaradır, yəni asan deyil gəlsən. Və problemlər də hamısı pankreatologiyada bütün problemlər də elə həmin anastomozun formalaşmasına və həmin dikişlərin boyulmasından yaranır. Kim ki desə ki, elə məndə yaxşı anladı, bunun hamısı bir qədər inandırıcı olunur. Bu əməliyyatlar ağır gedir. Xəstəxanada yatırlar 10 gün, 15 gün xəstəxana şəraitdə yatırlar. Çünkü bu xəstələri 500 gün, 600 gün evə bırakmaq heç bir cəhətdən yukarı reflux şəklində həmin anastomozlara gəlməsin. Və aşağıdan Brown dikişləri anastomozu qoyulur. Və həmin bu şəkildə dikişlərin təxminən təm ortadan bölürük, xəyali olaraq tam ortadan bölürük. Bax, serozadan gəlir, silizdən çıxır. Mukozaya gəlir, ucunu birdən qaytarır, mukozada çıxandan sonra qayırır, mukozanın üstündən skoz, yəni öndən arkaya pankreas toxumasından tam dəlik içini yaratır. Əsas şərt biraz bir qədər saplar çox görülür.
və o tikişləri aparanda həmin o iğnələri sağ-sol qarşılayarsan, bağırsaqda medial gedər, burada da medialdan gedəcək, ötral gedər, ötraldan gedəcək ki, saflar çarpazlaşması. Gördünüz, həmin o kənardan qoyduğumuz tikişlər burada bağırsağın ağzına dartmaqda bu tikişlərin qoyulmasını. Digər tərəfdən də analoji olaraq digər tərəfdən də eyni tikişlər qoyulacaq. Biz bu dediyim kimi xəstəlik yarım metoddan sonra demək olar ki, gələn sekresiyanın həcmi də azalır, qiymatlıqlarına çoxsan baxılır. Bu bəyax dediyim ki, qoyuluqla görə istər-istəməz bu sekresiya olmasa da burada diseks olur, diseksiyadan sonra mütləq limfareid olur, yəni trubların əhəmiyyəti burada çox böyükdür xəstələrdə. Bu şekilde dikişler koyulur. Düşün qaparına sağda və solda nədavlatı və züngülünə qoyulan 2 ədəd həm gemostatik, həm traksiyamaksin 2 ədəd 8 var tikişlərdir. Onlar traksiya aşağı olunur. Düyünün əlbəttə bərk bağlanmır, bir də sərbəst anlayacaq ki, əlavə pankreasa sıxmasına. Yəni, əsas mahiyyəti olan 2 ədəd bu şəkilli tikişlərin trans-pankreatriyonal formalaşması ki, tam genlikliyi təmin edir, pankreas sekresiyası bağırsaq mənfəzindən axması təmin edir, anastomozun qopmaq təhlükəsi demək olar ki, minimuma gelir. O kozada qabaq çıxmaq üçün. Amma yəni çıxsa da bunun elə bir təhlükəsi yoxdur. Əməliyyat briqadası sizin hamınıza təşəkkür edirik. Çok sağ olun. Çok güzel